İndi irrasional ədədləri izah edəcəm. İrrasional ədədlər. Bax, irrasional ədədlər nədir? Bax, dedik ki, irrasional ədədlərin cəmi də, fərqi də, hasili də, nisbəti rasional ədəddir. İndi gəldik irrasional. Bax, irrasional ədədlər nədir? Tərif. Bax, irrasional ədədlər dövrü olmayan sonsuz onluq kəsirlər. Yəni, rasional olmayan ədədlər irrasional ədədlərdir. Bax, bir sözlə, irrasional ədədlər E hərfi ilə işarətli olunur. Məsələn, pi ədədi, uşaqlar, 3,14. Yəni, dövrü şəkildə göstərə bilməyən ədədlərə biz nə deyirik? Yəni, dövr davam edir də, burada müxtəlif ədədlər alınır. Ona görə də nə olur? Bunlar necə ədədlər oldu? Bunlar necə ədədlər oldu? Bunlar irrasional ədədlər oldu. Demək, irrasional ədədlər deyirik, i hərfi ilə işarə olunur. İndi gəldik həqiqi ədədlərə, uşaqlar. Həqiqi ədədlər bir yax özüm dedim də. Deməli. Qayd edirsin. Bəli, qayd edirəm. Uşaqlar, həqiqi ədədlər. Rasional ədədlər, bax, bir yax öyrəndik rasional və bir yax dedim, axı, irrasional ədədlər nədir, rasional ədədlər nədir? Rasional və irrasional ədədlər birlikdə nə adlanır, uşaqlar? Həqiqi ədədlər. Bir yax izahım vermişdim ki, iki qola ayrılır. İki qola ayrılır. İndi, baxın, tutaq ki, bir dənə belə bir böyük çoxluq götürürük. Bax, bunun yarısı adlanır ədədi, yəni irrasional, yarısı Q ədədidir. Bax, burada da nə adlanır? Burada N-dir, N. Bu isə Z tərfidir. Yaxud çöldə qoyaq. Bu isə Z-dir. Z-dir. Yəni, uşaqlar, I nə oldu? Sual I nə oldu? İrrasional. Q nə oldu? Rasional. Z tam. N natural. Bax, uşaqlar, sıfırdan fərqli rasional ədədlə irrasional ədədin cəmi, fərqi, hasili, nisbəti irrasional ədədlər. Yəni, sıfırdan fərqli rasional ədədlə irrasional ədədin cəmi. Deyirəm ki, 1 üstəgəl kökdəki. Bax, bu deməkdir. 1 özü rasionaldır. Məsələn, 2 də rasionaldır. Çünki məxrəci 1 olan natural ədəd şəklində göstərilə bilir. Bax, bu nə deməkdir? Deyir, sıfırdan fərqli rasionalla irrasional ədədin cəmi və yaxud da bunların fərqi yoxdur, 3 çıxılsın, kökdə 5 də yaza bilərik. Fərqi, sonra hasili, tutaq ki, baxın, məsələn, deyirəm, 2 vurulsun, kökdə 3. Bax, bunlar irrasionaldır. Və nisbəti 2 bölünsün, kökdə 3. Bu nədir? İrrasionaldır. Yəqin ki, buracan aydındır. Bax, bəzən də verir ki, alfa irrasional ədəddir. Məsələn, alfa da, beta da irrasional ədəddir. Alfa, beta irrasional ədədlər olduqda, onların cəmi rasionaldır, hər ikisi rasionaldır, diqqət. Bax, bizdə sualda düşəcək var test toplusuna. Alfa və beta irrasional ədədlərdir. Buna nümunə deyəcəm. İrrasional ədədlərdir. Bunların cəmi rasional. Amma fərqi nədir? İrrasionaldır. Özümdən bir dənə misal qrup göstərəcəm ki, elə olsun ki, bunların cəmi. Məsələn, deyəcəm ki, 1 çıxılsın kökdə 2, üstəgəl alfa olsun, 1 çıxılsın kökdə 2, uşaqlar. Beta olsun isə 1 üstəgəl kökdə 2. Bax, bu beta olsun, bu da alfa olsun. Yəqin aydındır, bax. Mən bunları toplayanda, bax, diqqət edin. Bax, orada diqqət eləsək görər ki, orada irrasional nə oldu? İslah oldu. Cavab oldu 2. Başa düşdünüz? Cavabımız oldu 2. Çünki deyir ki, əgər alfa, beta irrasional olarsa, onların cəmi nədir? Əvvəl bunu siləyik. Onların cəmi olur rasional. Əgər, baxın, bu irrasionaldır, bu da irrasionaldır və bunların cəmi rasionaldır. Bu ödəndə, bunu bildik. Yenə də sualda deyir ki, alfa, beta irrasionaldır. Bunların fərqi rasionaldırsa, deyir ki, fərqi rasionaldır, amma cəmidir irrasionaldır. Gəlin, ona aid də bir nümunə deyək. Məsələn, alfa plus beta irrasionaldır deyir, cəmi də irrasional olur. Gəlin, özümüzdən bunu qoyaq bir kənara, ona aid bir nümunə deyək. Məsələn, bir yaxı yazdım ki, 1 minus kökdəki, üstəgəl, indi irrasional önə verəm. Yazıram kökdə 2, çıxılsın 1 yazıram.
üstə gəlsin, kökdəki üstə gəl 1. Uşaqlar, mən bunları islah eləsəm. Fərqidir, rasionaldır. Fərqi irrasionaldır. Fərqi qoyuram bura, uşaqlar. Çıxmaq qoyuram bura. Bunu mötərizəyə alıram. Fərqidir, uşaqlar, burada. Mötərizəyə alıram və bunu açanda, uşaqlar, bir dəqiqə. Bax, açaq bunu. Açanda nə baş verəcək? Açanda nə baş verəcək bunu? Bərabərdir. Kökdə, bəli, mənfi içəriyə daxil olacaq. Burada fikir verirsinizmi? Minus 1 olacaq. Bunlar islah gedəcək. Qalacaq cavab mənfi 2. Bəli, fərqi onlar əgərlər hər bir irrasional ədəd olduqda onların cəmi rasionaldırsa, bax bu toplasaq cəmi nə olacaq? Burada nə deyir? Fərqi rasionaldır deyir. Fərqi rasionaldır. Amma cəmi irrasionaldır. Toplasaz görərsiniz ki, uşaqlar, cəmi irrasionaldır. İstəyirsiniz bunları gəlin toplayaq bir də toplayaq. Hani bunu? Bir də uşaqlar bunu kənara qoyun, bax. Bunu qoyuram bura və bunu toplayıram. Yəni yazıram ki, kökdəki çıx 1, üstə gəl. Kökdəki üstə gəl 1. Nümunələrə baxarsınız. Buna aid nümunə var. Test toplusunda həll var. 2 kökdə 2. Buracan yəqin ki, aydındır. Bax, buracan aydındır. Bax, bu cəm oldu. Bu isə hesabladığım bu fərqdir. Bax, uşaqlar, bu fərqdir. Yəqin buracan aydın oldu. İndi gəlin ədəd oxuna. Nədir? Sizə onu izah edeyim ədəd oxum. Ədəd oxu, uşaqlar. Bax, buna aid də testlər var, ədəd oxu. Bax, biz bilirik ki, ədəd oxu nədir? Üzərində başlanğıc nöqtə və istiqamət və bərabər bölgü vahid olan düz xətt ədəd oxu deyilir. Biz bilirik ki, sıfırdan sağda necə ədədlər yerləşir? Müsbət ədədlər. Solda necə ədədlər yerləşir? Mənfi ədədlər yerləşir. Bəli. Və burada başlanğıc nöqtədir. Deməli, başlanğıc nöqtədir. Deməli, uşaqlar, bunu, məsələn, əks ədədlər nədir? Əks ədədlər yalnız işarəsi ilə fərqlənirlər. Bilirik ki, məsələn, 2-nin əksi nədir? Mənfi 2. Və yaxud da mənfi 3-ün əksi nədir? 3-dür. Əks ədədlərin də cəmi uşaqlar 0-a bərabər olur. Və məsələn, sizdən soruşsam ki, əks ədədlər nədir? Əks ədədlərin yalnız sizə deyəcək işarəsi fərqlənir və onların cəmi nədir? Uşaqlar 0-a bərabərdir. Məsələn, uşaqlar, mən ədəd oxunda, bax, bunun diqqətli olun, ta ki, ədəd oxunda, bir də ədəd oxu çəkirəm və sizə deyirəm ki, ədəd oxundan, bax, bu 0, dedik ki, başlanğıc nöqtə, ta ki, burada bir A nöqtəsi və burada da bir B nöqtəsi qeyd edirəm və burada da D və C nöqtələrini qeyd edirəm. Deməli, ədəd oxu arasında ta ki, məsafədirsən, uşaqlar, ta ki, bu nöqtələr arasındakı məsafədirsən, uşaqlar, son nöqtədən başlanğıc nöqtəyə çıxacam. 2 nöqtə arasındakı məsafə deyəndə, ta ki, deyirəm ki, A və B nöqtələr arasındakı məsafə tap, nə edəcəksiniz? Son nöqtədən başlanğıc nöqtəyə çıxacaqsınız. Və desəm ki, C və D nöqtələr arasındakı məsafə son nöqtədən nə edəcəksiniz? Başlanğıc nöqtəsiyə çıxacaqsınız. Aydın olurmu? Yəni, 2 nöqtə arasındakı məsafə tapanda nə edirik? Son nöqtədən başlanğıc nöqtəni çıxırıq. Əgər sual belə qurulsa ki, ta ki, bura bir A nöqtəsidir, rəqəm də göstərəcəm, daha yaxşı qavrayacaqsınız. Desəm ki, A nöqtəsində, ədəd oxu üzərində A ədədindən B vahid məsafədə yerləşən ədədlər tap. B vahid məsafə nə deməkdir? Yəni, bir dəfə A-nın üstünə B gələcəksiniz, bir dəfə də A-dan B-ni çıxacaqsınız. Aydındır mı? Başa düşdünüz? Yəni, A-dan B vahid məsafədə deyəndə, həm bu tərəfə bir dəfə həmin ədəddən çıxacaqsınız, bir dəfə də toplayacaqsınız. Məsələn, nümunə sizə desəm ki, ədəd oxu üzərində 7-dən 4 vahid məsafədə yerləşən ədədləri tapın. Nə edəcəksiniz? 4 vahid məsafədə deyəndə, baxın, 7 üstə 4 gələcəksiniz. Eləcək nə? 11. Sonra keçəcəm bura. Ay, sağ ol, 7-dən də 4 çıxacaqsınız. Bərabər də 3-dür. Buradan yəqin ki, aydındır. B vahid məsafədədirsə, bu üstürlə gedirsiniz. Yox, ədəd oxu üzərində, bax, yenə qoyuram, ədəd oxu üzərində A-dan
B vahid kiçik məsafədirsə, uşaqlar, A-dan diqqətli olun. B vahid kiçik məsafədirsə, onda yenə də A-nın üzərinə nə gəlirsiniz? B gəlirsiniz və içində 11 ilə 3 alındı. Ondan sonra Hayır, 3 yox, belə qalır, bəli. O 3 ilə 11 qalır belə, cavab da belə qalır. Bax, ikinci suala keçmişəm, bu bir dənə bunu da deyim. Bax, sizə sual versək, A-dan B vahid kiçik məsafə sizdən istəsə, A-nın üstünə B gəlin və A-dan B çıxın. Kiçik məsafə budur. Bu ədəd oxunda, yəni bu aralıqda yerləşən bir ədədlər olacaq. Bax, bunu qoyduq. B vahid kiçik məsafədirsə bu. A-dan B vahid böyük məsafədirsə, uşaqlar, bax, bunu silirəm. A-dan B vahid böyük məsafədirsə, baxın, bura A ədədidir, bax, diqqət. Bura A ədədidir. Bura A plus B, hələ gözləyin. Bax, buradan bayaq ki, aralıqlar tapırdıq kiçik məsafət deyəndə. Bax, bu aralıqda yerləşən bir ədədlər olur da, bax, bayaqlar kiçik budur. Böyük deyəndə, bax, böyük deyəndə, qoy bunu bir də yuxarı sürüşdürüm. Böyük deyəndə isə, böyük məsafə deyəndə, uşaqlar, A-dan B vahid böyük məsafədə yerləşir deyirsə, A plus B, bax, buranı götürürsünüz. A minus B, bax, onda götürsün mənfi sonsuzluqdan A minus B-yə. Başa düşürsünüzmü bunu? Başa düşürsünüz? Qoy gözlüyümü də düzəldim. Birləşmə, bax, birləşmə. A minus B-dən, A plus B-dən müsbət sonsuzluğa. Amma burada hər ikisinin aralığıdır. Bax, burada bayaq ki, kiçik məsafədə hər ikisinin aralığıdır, uşaqlar. Başa düşülür? Başa düşülürmü? Mən başa düşürəm. Aha. Baxın, uşaqlar, başa düşməsəz bir dəfə də deyə bilərəm. Aha. Mən bizə bilirlər deyərsən. Hansı? Mən ikinciyim. Bax, uşaqlar, ikincidə bunun üçün, bax, birinciyi də izah elə, bax, A-dan B vahid kiçikdirsə, dedim ki, bu aralıqları götürürsünüz. A minus B. O deməkdir ki, məsələn, bir dənə nümunə ilə desəm, lap yaxşı başa düşərsiniz. Məsələn, desəm ki, A-dan, məsələn, 5 ədədindən 7 vahid kiçik məsafə və A ədədindən 7 vahid kiçik məsafədə olan ədədlər tapın. Nə edəcəksiniz? A-nın üzərinə 7, məsələn, 5 ədədindən 7 vahid nə deyil, uşaqlar? Kiçik məsafədə yerləşən ədədlər tapın. Qoy görüm, ona aid qəşəng bir sual düşünək. Bax, ona aid qəşəng sual düşünək, başa düşəcəksiniz. A deyə, qoy qaydasını yazım, sonra deyəcəm. Bax, bura olsun B, bura olsun nə? A minus B. Bax, burada olur, bax, kiçikdə budur. Ayən, bax, kiçikdə budur, qızım. Kiçikdə budur. Amma böyükdədirsə, böyüyün sən başa düşməmişdin. Ona aid indi bir nümunə göstərəcəm. Bax, bu çöldən uşu olur. Yəni, A plus B-dən burada çöldə olur. Yəni, A plus B-dən böyüklər deməkdir, o deməkdir. Burada isə A minus B-dən kiçiklər deməkdir. Başa düşülür? Onda olur mənfi sonsuzluqdan, yəni mənfi ədədlər A minus B-yə qədər. Birləşmə, bax, birləşmə A plus B-dən böyük ədədlər. Bax, o deməkdir, uşaqlar, belə çətin bir şey deyil. Başa düşülürmü? Başa düşürüm. Aha, görüm ona aid yaxşı nümunələr tapa bilsəm, sizə deyəcəm. Gözləyin. Bax, uşaqlar, gözləyin deyəcəm də, ədəd oxu üzərində, məsələn, desəm, ədəd oxunda 4 ədədindən 3 vahid məsafədə yerləşən 3-dən deməli, ədəd oxunda, bax, diqqət, ədəd oxunda 3-dən B vahid, yəni 4 ədədindən 3 vahid kiçik məsafədə yerləşən ədədləri tapan. Necə taparsınız? Kiçik desəm. 7, 4, 7, bax, burada və burada nə olacaq? 4-dən çıxasınız 1. O demək ki, 1-dən 7 aralığı. Başa düşdünüzmü mənə? Hə, 1 və 7 aralığını götürəcəksiniz. İndi, uşaqlar, biraz diqqətli olaq. İndi, uşaqlar, gəlin ədədin modulu. Moduldan hər zaman necə ədəd çıxır?
Modulda necə rədd çıxır? Müsbət. Bəli, müsbət. Əgərləri bax diqqət. Bilir ki, bu normalda -3-də deyəcəksiniz ki, ay müəllim, -3 isə buradan müsbət 3 çıxır. Bax, ekranı 100%-ə qaldıraq. Bax. Bax desək ki, modulda -3-dən nə çıxacaq? Müsbət 3. Müsbət 2-dirsə, bunu bilinir də, bunu bilinir. Amma uşaqlar, məsələn, əgərləri modulda A, deyil, ay müəllim, ilə müsbət. Xeyr, burada əgər A müsbət 0-dan böyük bərabərdirsə, onda modulun A-nın özü çıxır. Modulda A -A-ya bərabərdirsə, onda nə olacaq? A kiçik bərabər olacaq 0-a. Yəni, əgər A kiçik 0-dırsa, buradan moduldan -A çıxır. Başa düşürmü uşaqlar? Başa düşürmü mənə? Aha. Deməli, diqqətli olaq. Əgərlər uşaqlar modulda x minus y bərabərdir modulda y minus x-a. Aha. Və modulda bunlar xassələrdə x plus y bunların ayrı-ayrı da modullarına, cəminə bərabərdir. Daha sonra. Və yadınızda saxlayın. Yadınızda saxlayın. Modulda x çıxılsın y, x çıxılsın y modulda böyük bərabər olur. Modulda x çıxılsın modulda y-dən. Və yadınızda saxlayın bunları. Bir də hasillərini yazacağım. Bunların modulları hasilinə bərabərdir, ayrı-ayrıdır. Bunlar bərabərdir. Və nisbəti də modulda x, yəni bunların modulu bölünsün y bərabərdir. Modulda x bölünsün modulda y. Burada y fərqlidir 0-dan. İndi uşaqlar, ədədin tam və kəsir hissəsi nədir? Sizə onu izahlayacağım. Diqqətlə qulaq asın. Bütöv demək olar, nə test var, hamısını izahını verirəm. Ədədin tam hissəsi nədir və kəsir hissəsi nədir? Bax ki, uşaqlar, ədədin tam hissəsi bax belə göstərir. Modulda x. Bax, modulduram. Bax, böyük mötərizə, bax, beləncik olsa, bax, bunun, bu kəsir, ədədin tam hissəsi demək, bu tam hissə deməkdir. Bəs kəsir hissəsini göstərir nə deməkdir? Bax, kəsir hissəsi belə göstərilir. Kəsir hissə. Başa düşülürmü? Uşaqlar, başa düşülürmü? Necə? Bax, məsələn, sizdən 3/10-dakinin tam hissəsini sorursam, deyəcəksiniz müəllim, bu 3-dür. Desəm ki, gedin uşaqlar, -4/5-in tam hissəsini tapın. Bunun tam, bəli, -5-dir, -5-dir. Yadda qalar. Aydındır mı? Bəli. Bax, əgər desəm ki, 2/10-3-ün tam hissəsi olur 2. Kəsir hissəsi nə olur uşaqlar? Məsələn, hələ kəsir hissəsini keçməyək, hələ kəsir hissəsini dayandıraq. Bax, desəm ki, -7/3-ün tam hissəsi -8. Gəlin, indi ədədin kəsir hissəsindən danışaq. Bax, yadınızda saxlayın, kəsir hissə tapmaq üçün belə göstərilir. Kəsir hissə tapmaq üçün nə edirik? Ədədin özündən onun tam hissəsi nə edilir? Çıxılır. Ədədin özündən onun tam hissəsi çıxılır. Məsələn, nə edirik? Deməli, bax, məsələn, uşaqlar, mən sizə sual versəm ki, kökdə 20-nin kəsir hissəsini tapın. Nə edəcəksiniz? Kökdə 20 mən biləm. Mən təxminən kökdə 20-dən 4 çıxır, 4 neçəsi çıxır. Ona görə də kökdə 20-dən çıxırıq 4. Ay, sağ ol, düzdür. Kökdə düz izah elədin. Bəli, ədədin özündən onun tam hissəsi çıxılır. Aha. Bax, uşaqlar, kəsir hissəsi bilirik ki, nə ola bilər? 0 ola bilər, ancaq nə ola bilməz? 1 ola bilməz də, elə deyil. Qulaq asaq. İndi, bax, mən sizə sual, bax, kökdə 7 üstə gəlinsin 1, testimizdə var. Kökdə 7 üstə gəlinsə, deyəcək ki, bunun get, kəsir hissəsini tap. Mən biləm ki, ədədin özü kökdə 7 plus 1-dir. Bəs bunun tam hissəsi nədir? Düşünək. Uşaqlar, kökdə 7-dən təqribən 2 tam, ta ki, onda bir 5 çıxır.
Bunun üstünə 1 gələndə 3,5 eləyir. 3,5-in də tam hissəsi neçə eləyir? 3 eləyir. Deməli, mən bunu silirəm, bunu dərk etdim, bunu silirəm. Tam hissəsini tapdım. Ədədin özündən çıxıram tam hissəsini, bərabər eləyirəm nəyə? Kökdə 1-dən 3 çıxanı eləyir ki, kökdə 7 çıx 2. Bizim cavabımızdır. Uşaqlar, qısa qayda nədir? Qısa qaydamız da var bizim. Bax, diqqət, bizim qısa qaydamız da var. İndi necə? Bax, mən biyaqları göstərdim ki, bax, biyaq göstərdim ki, məsələn, kökdə 7 dedim ki, uşaqlar çıxılsın 2. 1 yazmışdım da bura. Və üstə gəlsin 1 yazmışdım. Üstə gəlsin 1 yazmışdım. Kökdə 7 üstə gəlsin 1. Uşaqlar, bu tipi olanda, bax, bu hissəni atın. Bunu atanda, yəni ki, gördünüz də atın bunu. Bunu birbaşa cavabı nə edir? Bax, kökdə 7-dən çıxın bunun tam hissəsin. Cavabdır. Yəni, şifahi budur. Aydın oldu mu? Birini də verirəm. Özü tapı. Deyirəm ki, kökdə 13-dən, kökdə 13-dən. Aha, kökdə 13-dən neyək? Gözlüyüm bir dənə görüm, rahat bir şey tapım sizə. Çıxın tək ki 2. Kökdə 13-dən çıxılsın 2. Bu necə eləyək? Bunu tulluyun. Kökdə 13-dən nə çıxacaq? Bəli, 13-ün tam hissəsi, kökdə 13 çıxılsın 3. Hə, 3-dür. İndi uşaqlar, gəlin o bir yolla eləyək, görək eyni cavab çıxırmı? Bax, bu qısa yoldur. Görək bunu o bir yolla eləyək, görək çıxırmı bunun cavabları? Bax, məsələn, dedik ki, ədədin bunun tam hissəsi neçə oldu? Hə? 3 tamdakı onda 6 və yaxud da 7 yazıram. 2 çıxıram eləyir 1,7. Görürsünüz uşaqlar? Tam hissəsi olacaq 1. Mən ədədin özündən, bax, diqqət. Ədədin özü nə idi? Bax, bunu silirəm. Ədədin özü, bax, baxın. Gör nə gözəl. Bax, görürsünüz, isbatını verirəm. Ədədin özündən onun tam hissəsini çıxsan, gördünüzmü, həmin cavaba gəldi? Gəldi mi? Yaxşı vaxt tapmışdıq o cavabı. Yəqin aydın olur. İndi bəs belə götürsək, deyəm, məncə bununla bağlı tam hissə, kəsr hissəsi bildiniz. İnşallah bir də ədədi orta, həndəsi orta nədir? Ədədi orta bilirsiniz ki, ədədləri məsələn bizə versə ki 5, 7 və 6 ədədlərinin ədədi ortasını tap. Deyirsən, ay müəllimə, mən bunları toplayaram, sayına bölərəm. Neçə də ədədsə 10-a bölərəm, 18 eləyir mi? Uşaqlar, cavab 3 eləyir. Başa düşdünüz? Aydın olur mu? Ədədi orta nə oldu? Neçə dənə ədəd varsa toplayıb sayına, məsələn, 7 ilə deyilən 5-in ədədi ortasını tapın. Neçə dənə ədəddir? 2 dənə. Gedirəm 7 ilə 5-in ədədi ortasını tapmaq üçün bunları toplayıb 2-yə bölürəm. Başa düşürsünüz? 12 ilə 2-yə bölündə 6 eləyir. Və gedib desəm ki, bir də 3 dənə ədəd qoysam, deyirəm 3, 2, məsələn, özündən qoyuram 1. Bunları deyirəm ədədi ortasını tapın. 3 üstünə 2 gələm, üstünə də 1 gələm. Eləyir 6. 6-ın da 3 dənə ədəd daxil 3-ə bölməliyəm də uşaqlar. Cavab 2 eləyir. Deməli, 3 dənə ədədin, 3, 2, 1 ədədin ədədi ortası cavab 2 eləyir. Uşaqlar, mən bunların həndəsi ortasını necə taparam? Həndəsi orta nədir? Əgər 2 ədəd verirsə, desə ki, 3 və 6 ədədlərinin həndəsi ortasını tap. Bax, uşaqlar, neçə dənə ədəddirsə o qədər dərəcə yazacağıq bura. Burada 2-dirsə, ikinci dərəcədən də burada heç nə yazmayanda. 3-ü vurursuz 6 eləyir 18. Kökdə 18. Bunu da bilirik ki, 3 kökdə 2 çıxır da kökdən. Əgər mən desəm ki, 3 dənə ədəd versəm, ta ki 3, 7, məsələn 5 özümdən qoyuram, 3 dənə ədəddir. Bura 3-cü dərəcədən yazacağıq. 3 vurulsan 7, vurulsan 5. Aydındır mı? Hesablayacaqsınız, cavab sizindir. 21, 25, biri də 5-ə vuranda eləyir neçə? 105. Yəqin başa düşüldü uşaqlar. Aydın oldu mu? Aha. Uşaqlar, ədədin standart şəkli nədir? Bir də gəlin ədədin standart şəklində izah edeyim. Standart şəkli. Uşaqlar, ədədin standart şəkli nə deməkdir? Bax, düsturu budur. R bərabərdir. A vurulsun, 10 üstü N. Bu R burada ədəd nədir? R burada ədəddir. Yəni, hər hansı bir ədəddə siz verib. A ədədi, uşaqlar, qiymətli hissədir. A nə oldu? A qiymətli hissə.
En nə oldu uşaqlar? Tərtib. Tərtib. Buna aid testdə var çalışma. Yadınızda saxlayın. Ədədin qiymətli hissəsi biraz balacalaşdıraq. Ədədin qiymətli hissəsi nə olmalıdır? Bax, ədədin qiymətli hissəsi 1 ilə, bax 1 ola bilər. Amma ondan kiçik olmalıdır. Yəni 1-dən 9-a qədər ədəd 9 da daxil olmaq ola bilir, amma 10 ola bilməz. Buna aid indi test nümunələri göstərəcəm sizə. Nə deməkdir? Tutaq ki, deyirəm ki, bax uşaqlar, bunu özümü silirəm. Məsələn, deyirəm ki, 9 vurulsun 10 üstü 5. Bax uşaqlar, 9 bu da qiymətli hissədir. Qiymətli hissə. En hissə nədir uşaqlar? Tərtibdir. Bəzən bunu 0,9 vurulsun 10 üstü, məsələn, 5 eləyə bilər. Baxıram ki, axı mən bayaq dedim, axı qiymətli hissəm 1 ola bilər və 1-dən böyüklər ola bilər və 9 da daxil olmaq ola bilər. Yəni 9 və 1 arası ədədlər ola bilər. Həm də birinin özlərində daxil olmaqla. İndi baxıram, mən ancaq mənim misalımda bu belə verim. Mən bunu necə həll edeyim? Deməli, mən bu 10-dan 10 üstü 2-ni alıram. Yəni 100-ü alıram, vururam 9-a. Eləyir 9 tab. 9. 2 dənə 10 üstü almışam. Nə 10 üstü 2 qalıb? 10 üstü 3. Deməli, mənim qiymətli hissəm oldu 9, tərtibim oldu 3. Bir də göstərirəm. 0-dan 10-dakı vurulsun 10 üstü 8. Bax, indi bunu deyən məsələn, mənim qiymətli hissəm 0,10-dakıdır. Mən nə dedim? 1 olmalıdır və 9-a qədər ədəd olmalıdır, 9 daxil olmaqla. 10 ola bilməz. Deməli, mən bundan 10-dan alıram bir dənə. Vururam 2-yə, 10-a. 0,10-dakı 10-a vuranda eləyir 2. 2-yi də vuran 10 üstü 7 eləyir. Başa düşürsünüzmü uşaqlar? Aydın olur mu? Aha. İndi uşaqlar, nisbi xəta qaldı, mütləq xəta qaldı. Uşaqlar, mütləq xəta nədir? Mütləq xəta, bax, diqqət. Bax, A yazıram, dəqiq qiyməti də var, dəqiq qiymət. Bax, diqqətlə qulaq asın. Nisbi xətanın, mütləq xətanın nə olduğunu sizə izah edəcəm. B təqribi qiymətdir. Məsələn, ədədin bir dəqiq qiyməti təqribi götürürük, yəni yuvarlaşdırıb götürürük. Mütləq xəta ədədin dəqiq qiymətindən təqribi qiymətə çıxırıq. Mütləq xəta bərabərdir. Neynədik uşaqlar? Ədədin dəqiq qiymətindən A-dan B-ni çıxdıq. Yəni dəqiqdən neynəyəcəyik? Neynəyəcəyik dəqiqdən? Aha. İndi, bəs nisbi xəta nədir? Nisbi xəta. Xəta. Uşaqlar, mütləq xətanın nəyə olan nisbəti? Mütləq xətanın təqribi qiymətinə olan nisbəti. Nisbi xəta bərabərdir. Bax, uşaqlar, bərabərdir. Nəyə bərabərdir dedim? Mütləq xəta, yəni A açıq B-nin B-yə olan nisbətinə bərabərdir. Yəqin ki, yadınızda, yəni, inanıram ki,